Osmanlı hakimiyyətidir, xəlifəlikdir, amma Türk sözü qadağandır. Demək, xanədanın özündə də bir anti-Türk əhval-ruhiyyəsi yaranırdı və Türk anlayışına belə bu cür qəribə baxışlar var idi. Ziya Gökalpdan sonra Türkçülük ideologiyası çox geniş inkişaf elədi. Azərbaycanın özündə də Türkçülüyün ən böyük liderləri oldu. Türkçülüyün babalarından hesab olunur bizim Əli bəy Hüseynzadə və onun məşhur formulunu yəqin bizim gənclərimiz də bilirlər. Türk dünyasının birliyi ilə bağlı bugün metodoloji problemlər varmı? Var. Yəni, həm ortaq tarixin miqyası ilə bağlı, həm bugünkü reallıqlarla bağlı, bugünkü türkoloji düşüncənin metodologiyası ilə bağlı çox ciddi problemlər var. Gələcək də bizim üçün kifayət qədər ümid vericidir, amma elə məsələlər var ki, onlar görünür aydınlaşdırılmalıdır. Bunlardan birincisi nədir? Anar müəllim bayağı o metodoloji məsələlərdən birini elə üzdən müqayisə ilə toxundu ki, ortaq tarix, yəni ortaq tarixşünaslıqdan söhbət gedirdi. Bizim ortaq tariximiz var. Məsələ odur ki, onu elmə çekilə bilək. Yəni, ancaq münaqişələr predmeti olmasın, elmə çekilsin. Əməliqbanı yaratmaq bundan da çətindir, amma ortaq tarixi yaratmaq, ortaq tarixşünaslığı sistemini, modelini qurmaq bu mümkündür. Bunun da o mümkünlüğünü sübut edən nədir? Ümumiyyətlə biz bilirik, dünyada bütün dillər, bütün ədəbiyyatlar, bütün xalqlar diferensasiya tarihi yaşayır. Yəni, ilk növbədə tarix və dünya ona görə mövcuddur ki, cəmiyyət ona görə mövcuddur ki, o bölünür. Əgər dünya bölünməsə, xalqlar bölünməsə, xalqlar mövcud olacaq. Yəni, elə sinxron xalq yoxdur. Buna görə də biz də ilk növbədə onu qəbul eləməliyik ki, Türk dünyası, Türk birliyi diferensiyal bir birlikdir. Əgər Türk xalqları bir-birindən ayrılmasaydı, Türk ədəbiyyatları və dilləri arasında müəyyən dövrdən sonra fərqlər yaranmasaydı, onda İsmail bəy Qasımlının nəyinə lazım idi ki, fikirdə, işdə, dildə birlik şuarını yapır. Elə bir idisə bu şuara nə ehtiyac var? Deməli, birlik yoxdur. O birliyin mahiyyətini, məzmununu dərk eləmək lazımdır. Və təsəvvür edin, bugün, indi biz bugün Türk dünyasında Macarlar bu dünya daxil deyil və ya Fərad müəllimdən söhbət edirik. Amma nə qədər onlar özlərini, bəlkə də bizim Türk dünyasının ən inkişaf eləmiş, ən mədəni xalqlarından onlara Türklərin fransızları deyirlər. Özbəklərdən daha çox Macarlar özünü atır ki, müxtəlif tədbirlərdə iştirak edəsinlər, özlərini təsdiq edəsinlər. Amma bunu Əli bəy Hüseynzadə vaxtı ilə demişdi, Macarların qurulduğu ilə bağlı. Sizlərsiniz, ey qövm-ü Macar, bizlərə ixvan, əcdadımızın müştərəkən mənşəyi Turan. Yəni, bu artıq bizim üçün böyük bir ideoloji ənənə var. Və qədim Türk dövrünün abidələrini, universitetdə həmişə keçilib bu abidələr və türkologiyanın da o bazası. Qədim Türk dövründə, Orxon abidələrində müraciət necə idi? Bütövlükdə xalqa müraciət olunur. Dünyanın heç bir yazılı abidəsində mənim bildiyim xalqa müraciət olunmur, Allaha müraciət olunur, hökmdara müraciət olunur. Amma burada xalqa müraciət olunur. Ol yergəri barsar Türk budun, ölteşisin. Ötükən yiş olurub, arkış tirkeş ısar, ildə bum yox. Xalqa müraciət edir ki, Çinə tərəf çox yaxınlaşır. Çinə tərəf getsən, bunlar sənə pis biliklər öyrədəcək. Amma yaxşı olar ki, Ötükən yaylasında yurt tutasan, ticarət karvanları göndərəsən. Çünki Çinlilərdə belə bir xüsusiyyət var idi ki, Çinlilər başqa xalqları cəlb edirdilər və onları Çinliləşdirirdilər.
və bu cəhətdən Türklər də təhlükəsiz deyil. Ona görə də bax, bu cür məsləhətlər verilir. Bu, söhbət o dövrdən gedir, o dövrdə yəni bir Türk birliyi var. Amma sonradan təbii ki, diferensiyasiya prosesləri getdi. Türk xalqları bir-birindən ayrıldı. Bu ayrılmaya da ehtiyac var edildi. Bizim tariximizdə çox zaman ən bizə yaxın olan mühit, coğrafiya və zaman mənasında deyiləm. Səfəvi Osmanlı müharibələrinə daha çox fikir verilir. Bu müharibələr olmalıydı mı? Bəziləri gah Xətaini günahlandırır, Şah İsmaili, gah Səfəvi hökmdarlarını, Suraxırdı, Nadir Şahı, eyni zamanda Osmanlı sultanlarını, ondan qabaq da Əmir Teymurla, Teymurilərlə, deyək ki, Qırım Bəyazit günahlandırılır. Bu müharibələr olmalıydı. Niyə olmalıydı? Çünki Türk xalqları yaranır, müstəqilləşirdilər. Ona görə də bax, bu tarix yazılanda o ciddi tarixçilər adətən bu düşmənçiliyi bir siyasi, ideoloji ayrılmanın prinsipi və emosiyalar kimi qəbul edir. Yəni, bu düşmənçilikdən daha çox emosiyalardır, müstəqillik emosiyalardır. Ona görə də bu, belə deyək ki, müəyyən münaqişə yaratmamalıdır bugünkü Türk xalqları arasında. Bu tam səmimiyyətlə qəbul olunmalıdır. Çünki bugün də Türk xalqları böyük bir Türk şairinin dediği kimi bir ağaç kimi meşədə, ormanda, amma bir ağaç kimi hür. Yəni, ormanda hər bir ağaç müstəqildir. Amma ormandır. Ona görə də Türk xalqlarının tarixini, biz onu xüsusilə dildə, ədəbiyyatda daha rahat görürük. Çünki dil belədir ki, təbii ki, Türk xalqları ayrılır olur. İndi biz nə qədər desək ki, Türkiyə türklərindən Azərbaycan türkləri eyni dildə danışır. O bir həddə qədər. Dilin, hətta məişəti də tam əhatə eləmir. Dilin o ziyalılarla hüdudlanan bir həddinə qədərdir. Orada xalqlar bir-birini başa düşür. Amma bunun arxasınca Qazaxlar gəlir, Qırğızlar gəlir, Çuvaşlar gəlir, bunun arxasınca Altaylar gəlir, bunun arxasınca deyək ki, digər Türk xalqları gəlir. Bunu dünya yaxşı bilir. Bax, bugün biz Latin əlifbasına keçmişik. Amma Qazaxları, Qırğızları keçməyə qoymur. Bizlə o qədər işləri yoxdur. Dil imperiyasının yaratdığı təsdiqlərdir bunlar. Niyə qıpçaqları qoymurlar, Qazaxlarla Qırğızları? Ona görə ki, bizim qonşu dövlətimizin tərkibində ona qədər qıpçaq xalqı yaşayır. Əgər Qazaxla Qırğız Latina keçəcəksə, Tatar da keçmək istəyəcək, Başqırd da istəyəcək, Altay da istəyəcək, Şimali Qafqaz xalqları hamısı qıpçaq, bunlar da istəyəcək, Balkar, Kumuk. Ona görə də bu dünya miqyasında da bir iradə var ki, hətta bəzən xahiş edirlər ki, siz keçməyin. Siz keçməyin, biraz bizə imkan verin, çünki bizim vəziyyətimiz o qədər yaxşı deyil. Dağıla bilərik, tamam. Bax, bu mənada dil məsələləri daha açıq görünən bir məsələdir. İndi tarix məsələsi, ədəbiyyat məsələsi, bunlar ilədir ki, biraz dumanlıdır. Dumanlıdır və burada o xalqların arasındakı o münasibətləri şəffaf görmək olmur burada. Ədəbiyyatda, tarixdə, amma dildə müəyyən məsələlər var ki, bu görülür. Mən də bu konferansın işinə uğurlar arzu edirəm və əminəm ki, burada inanın, Türkologiyada hər məsələ mübahisədir. Hər məsələ, elə bir məsələ yoxdur ki, o mübahisəsi olsun. Səbəbi də nədir? Səbəbi də bizim bugünkü, bax, indi o konferansın adından da görülür. Burada həm tarix var, həm bugünkü reallıq var, həm də perspektiv baxışlar var. Tarixdə bir mübahisə var. Çünki tarix bir diferensiyasiya tarixi olur. Bugün də bir mübahisə var. Bugün biz integrasiyaya çox meyilliyiz.
Bax, bu diferensiyasiya ilə inteqrasiya arasındakı tənasübü nə zaman tapa bilsək, onda bizim bu Türkiyalı axtarışlarımız sistemli olacaq. Bir də bütün hallarda, bütün emosiyaları, bütün dostluq, qardaşlıq münasibətini tam səmimiyyəti ilə və qızğınlığı ilə müdafiə eləməklə yanaşı, mütləq elmilik olmalıdır. Türkologiyanın ən böyük təhlükələrindən biri də elmiliyin aşağı olmasıdır. Yəni, bunu etiraf edelim. Yəni, biz bu emosiyalarımıza, hissiyatlarımıza həmin o elmilik gücünü gətirməliyik. O 90-cı illərin əvvəllərində Türk dünyası yeni müstəqillik qazananda Türk haqlarının qurultayları keçildi. Və orada daha çox yazıçılar iştirak edirlər. Yazıçılar da bilirsiniz, yamasalar bir millətdir. Türkiyədən olan bir yazıcı çıxış edir, təbii ki, Türkiyə türkçəsində və deyir ki, bütün Türklər dünyada nə qədər Türk haqları varsa, hamısı bir-birini anlayır və əl çalır. O tədbirdə bizim məclisdə bizim böyük yazıçımız Anar müəllim də iştirak edib. Deyir, mənim yanımda bir Tatar şairi əyləşmişdi. O məndən soruşdu ki, "Что он говорит?" Türkiyə türkçəsini bilmir təbii ki. Mən də dedim, deyir ki, bütün Türklər bir-birini anlayırlar. Deyəndə ayağa durdu, dedi, "Правильно говорит." Təzlərindən başlayacaqsan. Yəni, bu gözəl bir şey. Amma bir həddə. O, real olmasın. Çok mübarek.